Salam əziz dostlar, bugündən artıq kimyadan RFM hazırlaşmağa başlayacağıq. Başlayacağıq ən birinci giriş hissədən. Giriş hissədə laboratoriya avadanlıqları verilib. Baxın, bu şəkildə şəklini verirəm çəkmək üçün. Bu şəkildə. Deməli, tərəzi budur, kimyəvi stəkan budur, erlenmir kolbası, pipet, yumrudip kolba, menzurka, qoruyucu eynək, termometr, mikroskop, yastı-dip kolba, sınaq şüşəsi, ayrıcı qıf, büret, spirt lampası, ştativ, çini kasa, qıf, 3 ayaq, yuma qabları, şpatel və sınaq şüşələri üçün ştativ. Ən çox qarışdırılan yumrudip kolba ilə yastı-dipdir. Yumrudipin dibinə baxsaq tam yumrud, amma yastı-dip tam yumru deyil. Onun üçün də yumrudip kolba tam, baxın, bu yumrudip kolbanı qoysaq bura düşər. Ona görə də ştativdən istifadə olunur. İndi isə keçək kimyəvi elementlər bölməsinə. Kimyəvi elementlər nədir? Kimyəvi elementlər var və onların simvolları var. Deməli, öncələ belə tutun və rəqə əvvəzdən tam görün. Bu şəkildə. Kimyəvi elementlər, burada da onların simvolları. İndi isə bu da onların simvollardır. Baxın, burada bir çox kimyəvi elementlər verilib. Qeyri-metaldır, bunlar da metaldır. Deməli, ümumiyyətcə kimyəvi elementlər eyni növ element atomlarından ibarətdir. Məsələn, oksigenium oksigenindən ibarətdir. Bunların hamısı bir atomludur. Amma onlar özləri molekulda yaradır. Məsələn, oksigen ozonda yarada bilir. Oksigenda. Hidrogen hidrogen moleküllərdir və bunlara indeks yazılır. Baxın, H2O2, O3P4 və s. Və onların altında yazılanda hamısının sayını ayrıcan tapmaq olur. H-ın altında nə yazılıb? 2. Deməli, H-ın yanına 2 yazılmalıdır. Baxın, bura 2 yazacağıq. Bura 1, bura 4. Məsələn, burada H1, azot 1, oksigen 3, burada hidrogen 4, fosfor 2, oksigen 7 və s. Buranı bilmək lazımdır. Sadəcə bilmək lazımdır. Çox çətin də şey yoxdur məncə. Sonra buranı da bu şəkildə tutum. Bir də buranı da tutum. Deməli, buradan bilməliyik karbonhidratlar tərkibi yağlarla eynidir. Karbonhidratlar da, yağlar da hidrogen, oksigen, karbon atomlarından təşkil olunub. Zülallarda da hidrogen, oksigen, karbon və artıq olmaqla azot da var. Su isə bildiyimiz kimi hidrogen və oksigen atomlarından ibarətdir. Ondan sonra bunların çatışmazlığı var. Maqnezium çatışmayanda əzələlərdə qıc olma, yorğunluq olur və zehni fəaliyyət zəifləyir. Kalsium və fosfor çatışmazlığında sümüklər zəiflər, dişlər tez xarab olur. Kalium çatışmayanda böyrəklərin funksiyası pozulur. Sink çatışmayanda yaralar gec sağalır, boy artımı sinir sistemi ləngiyir. Dəmir çatışmayanda qanazlığı yəni anemiya olur. Kükürt isə çatışmayanda saç, dəri, dırnaqlar zəifləyir. Bunların sayını, yəni onların bədəndə gücünü artırmaq üçün bunları yemək lazımdır. Sonra atmosfer. Atmosfer 78% azotdur. Azot isə bitkilərin böyüməsi üçündür. Oksigen 21%, oksigen isə canlı orqanizmlərin tənəffüsü üçündür. 1%-da isə ən çox karbon qaz yayılıbdır. Karbon qazı isə bitkilərin fotosintezində iştirak edir. Metalların bəzi xassələri var. Adi şəraitdə aqreqat halı. Daha çox adi şəraitdə metalların aqreqat halı çox vaxt bərk olur. Lakin civə istisnadır. Civə maye olur. Çünki civənin ərimə temperaturu 20-25 dərəcədir. Bu isə otaq temperaturudur. Amma ən çox ərimə temperaturuna malik 3422 dərəcə ilə wolframdır. Sıxlıq və bərklik.
Əksər metallar sıxlığı çoxdur və çox bərkdir. Ona görə onları döysək belə əzilmirlər. Heç nə olmur. Metal parıltısı daha çox özlərini zinət əşyalarında göstərirlər. Parıltıları olur və s. Elektrik keçiriciliyi, mis, qızıl, alüminium, gümüş bunları daha çox naqillərdə istifadə olunur. Şnurlarda istifadə olunur. İstilik keçiriciliyi, istilik keçiriciliklərindən sobalar, tavalar və s. hamısı hazırlanır. Bir də ki, metallar istidən genişlənir, soyuqdan isə sıxılır. Məsələn, soyuqdan sıxılan, yəni balacalaşan halqa buradan keçir. Amma onu qızdırsaq, orada ilişib qalır. Qeyri metallarda isə tam tərsi olur. Buradan keçir, qızdırsaq, yenə keçir. Bu da o şəkildəndir. Məsələn, burada var, ikisi də keçir. Ona görə qeyri-metal olmalıdır. Plastiklik. Plastiklik, yəni plastik xassərdilər. Ən plastik metal qızıldır. Yəni plastik odur ki, onlardan əzib, büzüb düzəltmək olur. Məsələn, plastiklik odur ki, məsələn, tutaq ki, oturacaqlar azan, oturacaqlarında biraz dəmirlər əyrilmisi olur. Körpülərdə məsələn dəmirdən istifadə olunur. Baxın bu şəkildə dairə eləmək olur. Onlara təqribən axı dəmir var, dedik ki, naqillərdə dəmir var. Bunun səbəbi plastik olmalarıdır. İndi isə keçirik qeyri-metallar. Qeyri-metallarında özlərinə aid xassələri var. Qeyri-metalların baxın bu şəkildə burada rəngləri də verilib, özləri də verilib. Öncəliklə mən bu səhifəni tutum ki, görə bilək hamısını. Sonra bir də axırıncı səhifə qalır, onu da tutum ki, onu da görə bilək. Deməli, biz danışacağıq buradan kövrəkliyi ilə. Qeyri-metallar kövrəkdir. Yəni, qeyri-metallar zərbənin təsirindən ovulur. Amma metallar isə dedik ki, yastılanır və yaxud da heç nə olmur. Qeyd hissəsində isə deyir ki, metal parçasına malik deyil qeyri-metallar. Amma istisna olaraq qrafit, yod və kristalik silisiumda metal parıltısı var. Metal parıltısı var. Əksər qeyri-metallar istilik və elektrik keçirmir və burada ümumiləşdirmə hissəsi var. İndi isə allotropiya. Allotropiya eyni kimyəvi elementin təbiətdə müxtəlif formlardır. Yəni, bir kimyəvi element hər cürə şeydə ola bilər. Məsələn, almaz da qrafit də 100% karbondur. Ancaq karbon atomlarından, elementindən təşkil olunub. Lakin eyni şeydir bu ikisi. Biri, baxın görün necə də gözəldir, necə də belə insanları cəlb edir. Biri isə normal gündəlik yazdığımız karandaşların ucundadır. Və yaxud da baxın, kitabı nə ilə çap edirik? Qrafitlə. Görürsünüzmü? İndi burada baxın, hamısı verilib. Karbon, oksigen, kükürt, silisium, fosfor. Baxın, bunların hamısı onların təbiətdə yayılmalarıdır. Allotropiyası 2 dəfə baş verə bilər. Molekullara görə, məsələn, 2 dənəli, 3 dənəli. Burada hamısının sayı eynidir. Amma halqalar, yerləşmə halqaları, sıxlıq, həcm falan fərqli olur. Amma görürsünüz, hamısında eyni atomlar var. Fərqli atom var, xeyr. Burada karbonun şəkil dəyişmələri verilib. Deyir ki, almaz yüksək istilik keçiriciliyinə malikdir. Elektrik cərəyanı isə keçirmir. İstilik keçiriciliyinə yüksək malikdir. Hətta metallardan da yüksək. Yəni, istiliyi yaxşı keçirir almaz. Amma elektrik cərəyanı keçirmir. Qrafit isə hər ikisini keçirir. Həm istiliyi, həm də elektriyi. Amma almaz isə ancaq istiliyi keçirir. Elektriyi əsla keçirmir. Ağ fosfor, sarımsaq ili, sarıya çalan ağ rəngli bərk maddədir, zəhərlidir, suda həll olmur, qaranlıqda işıq saçır, P4 kimi yazılır və oksigenə reaksiyaya daxil olur. Qırmızı qonur rəngli iysiz tozdur, zəhərli deyil, suda həll olmur, formulu P kimi yazılır, qaranlıqda işıq saçmır, sublimasiyadır, qırmızı fosfora aiddir. Sublimasiya, yəni qırmızı fosfor bərkdən qaza keçir. Qırmızı fosfor maye, aqreqat halı yoxdur. Qara fosfor isə
Qara rəngli bərk maddədir, zəhərli deyil, suda həll olunmur. Formulu P kimi yazılır. Qaranlıqda işıq saçmır. Kükürdün şəkil dəyişmələri. Kükürdün iki şəkilləşməsi var. Kristalik və plastik. Kristalik kükürd sarı rəngli, istili və elektrik keçirməyən kövrək bərk maddədir. Adi şəraitdə kristalik kükürd daha davamlıdır və 8 kükürd atomunun birləşməsindən alınan S8 molekulaların təşkil olunur. Bu molekulalar quruluşuna tacvari quruluşda deyilir. Kristalik kükürd qızdırıldığı zaman sikl qırılaraq zəncirvari quruluşa keçir. Deməli, plastik kükürd zəncirdir. Kristalik kükürd isə taca oxşuyur. Baxın, taca oxşuyur. Qaynama temperaturuna görə qızdırılmış kükürdü soyuq suya tökdüyümüz zaman rezin kimi dartılan bilən plastik kükürd alınır. Baxın, qızdırırıq və tökürük. Olur plastik kükürd. Plastik kükürdü verməyiblər. Plastik kükürd davamsızdır. Plastik kükürdü yəni biz sonsuza kimi saxlamayacağıq. O təzədən bərkiyəcək, sıxılacaq, həcmi kiçiləcək və yenidən kristalik kükürd yaranacaq. Bu şəkildə. Burada isə açıq tapşırıqlar var. Yəni final turuna düşə biləcək. Bu şəkildə düşə bilər. Bunlar qapalıdır. Qapalılara ehtiyacı yoxdur. Onsuz da qapalı düşməyəcək. Yalnız 15 açıq sual düşəcək. Sonra ikinci bölməyə indi baxaq mı? Əslində ikinci bölmədə rahatlı indi baxa bilərik. Nədir? Atomda proton və elektron sayı eyni olur. Nüvədə proton və neytron var. Elektron təbəqələrində isə elektronlar hərəkət edir. Burada modellər var. Öncəklə bu səhifəni tam tutum. Sonra bu səhifə var. Bir də bu səhifə var. Deməli, Demokrit bütün maddələr atom adlanan kiçik zərrəciklərdən ibarətdir deyib. Daltonun modelində bərk kürələrdir. Baxın, bu atomdur. Thomson modelində isə elektron və proton atomun həzminə səpələnib və eyni saydadır. Görürsünüz, neytrondan danışmayıb. Rezerford isə planetar quruluş edib və burada elektronlar elektron halqasında dövr edir. Nüvədə isə proton və neytron var. Bohr isə onu təkmilləşdiribdir. Enerji halqalar qurub. İndi isə müasir atom modelində deyir ki, elektronlar hərəkət yeri tam dəqiq olunmayıb, yəni bilinmir. Burada da bu şəkildə fərziyələr var və yaxud da çatışmazlıqları da var. Gördüyümüz kimi. Sonra baxın, buranı da tutum sizin üçün. Buranı da tuta bilərəm. Buranı da tuta bilərəm. Buranı da tuta bilərəm. Burada nədir? Kütlədir. Kütlədədir, proton plus neytrondur. Elektrik yükü. Yəni, atomun yükü. Atomun yükü, uşaqlar, dostlar. Baxın, proton məsələn 5 dənədir, elektron 8 dənədir. Gördünüz, fərqlidir. Fərqli olan kimi 3 mənfi götürürük bura. 3 mənfi. Bilirsinizmi niyə? Çünki yükü tapmaq üçün protondan elektron çıxırıq. Mənfi olsa da mənfi olur. Mənfi olanda anion olur, müsbət olanda kation olur yükümüz. Baxın, bu X. Əgər 0 olsa, atomdur, yəni neytral. İzotoplarda proton sayıları hər zaman eyni olur. Məsələn, protium, deuterium, tritium, hidrogen atomlardır. Hidrogen 1-1, hidrogen 2-1, hidrogen 3-1. İzotop atomlarda eynidir. Proton sayı və kimyəvi xassələri, lakin fərqlidir, yəni müxtəlifdir. Neytron sayı, kütlədədir, fiziki xassələri, təbiətdə yayılma faizi. Burada proton sayı eynidirsə, onsuz da elektron sayı da eyni olacaq. Orta kütlə ədədi nədir? Hər hansı bir atomun kütlə ədədinin təbiətdə yayılma faizinə vurulması 2 dənədir, 3 dənədir, 4 dənədir, 5 dənədir. Vurulması sonra isə alan ədədi 100-ə bölürük. Məsələn, baxın, bu şəkildə vurmuşuq 35-i 75-ə, 37-i 25-ə. Sonra da 100-ə bölmüşük. 35,5 alınıb. Hamısı yayılma faizinə vururuq.
Ondan sonra burada bu şəkildə dedim olsa bunları kation, anion, proton. Sonra radioaktivlik odur ki, biz dedik ki, atom sadəcə bir-birinə elektron verib müsbət mənfi yük ola bilər. Lakin radioaktivlik məsələsinə gəldikdə bir-birinə proton verirlər və proton sayları dəyişir. Baxın, burada bütün məlumatlar verilib. Bu proses zamanı enerji ayrılır. Və deyir ki, bəzi atomların nüvəsi davamlı olur və zaman keçdikcə heç bir dəyişiklik olmur. Lakin bəzi atomların nüvələrin üzrünə parçalanır və başqa atomlara çevrilir. Radioaktivlik deyilir. Radioaktivlikdə özündən nüvə yaranır və proton sayları dəyişir. Deməli, birinci danışacağıq kobalt 60-dan. Kobalt 60-dan xərçəng xəstənin aşkarlanmasında, müalicəsində istifadə olunur. Uranium 238-dən yer kürəsinin yaşını təyin etməkdə istifadə olunur. Uranium 235-dən atom bombası hazırlamasında istifadə olunur. Karbon 14-dən isə arxeologiyada, tarixdə, geologiyada hər hansı bir mumiyanın yaşını müəyyən etmək üçün istifadə olunur. Və burada yenə bizim açıq suallarımız var. Deməli uşaqlar, birinci və ikinci bölmənin izahı bu qədər idi. Sağ olun, salamat qalın.